Qax rayonunda dəhşətli hadisə. Yuxuda ilan sancdı. Vəziyyəti ağırdır. Qax rayonunun Dəymədağlı kəndində dəhşətli bir hadisə baş verib. 2005-ci il təvəllüdlü kənd sakini Cəbrailzadə İsrafil İsmailoğlu qoyun otararkən yuxuya gedib və bu zaman ilan onu sancıb. Yeniyetmə ilan sancısından gələn acı ilə ayılsa da ilan belinə dolandığı üçün onu ayıra bilməyib. Məlumata görə İsrafil belində ilanla birlikdə kəndə tərəf qaçaraq çətinliklə də olsa yardım istəyib. Kənd sakinləri ilanı ondan ayırmaq üçün xeyli çətinlik çəkiblər. Dərhal xəstəxanaya çatdırılan İsrafilin vəziyyəti ağır qiymətləndirilir. O təcili olaraq Bakıya gətirilib və hazırda həyati təhlükə ilə üz-üzədir. Ailənin sosial durumu da olduqca ağırdır. Anası illər əvvəl onkoloji xəstəlikdən vəfat edib. Qardaşı hazırda hərbi xidmətdədir. İsrafilin atası isə ailəni tək başına dolandırmağa çalışır və ciddi maliyyə çətinlikləri ilə üzləşir. Bu çətin gündə ailəyə dəstək olmaq istəyənlər üçün bank kartı söyləyəcəm. Kartın nömrəsi 4169 7388 2679 2917. İctimaiyyətdən bu yardıma ehtiyac olan ailəyə dəstək göstərmək və xəbəri paylaşmaq xahiş olunur. Bəzən bir paylaşım da böyük dəstək ola bilər.